Bugün güzel bir hikaye okudum. Deməli, ər-arvad həmişə dava eləyirlər evdə və birdən yoldaşı deyir ki, sən bir dəfə də heç olmasa qonşunun səsini eşitmirsən? Deyir, yox. Deyir, get öyrən, gör, onlar heç vaxt səsləri çıxmır. Necə eləyirlər bunu? Yoldaşı gəlir, durur pəncərənin altında və qulaq asır. Görür ki, hər öz işi ilə məşğuldur. Xanım kuxnada xörək bişirir, yoldaşı da oturub yazı yazır. Hər öz işi ilə məşğuldur və birdən zəng çalınır. Yoldaşı durur, qaçır. Qaçanda böyürdə bir vaza olur, gülqabı. O yerə düşür, sınır. Yoldaşı başlayır tez bunların yerə tökülənləri yığmağa. Xanım da gəlir, başlayır ona kömək eləməyə və yoldaşı deyir ki, sən Allah məni bağışla, mən telefon zənginə qaçırdım və ona görə vaza düşdü, sındı. Deyir, yox, sən məni bağışla, mən onu elə qoymasaydım, sən ayağın ona ilişməzdi və düşüb sınmazdı. Qucaqlaşırlar və başlayırlar işlərini davam eləməyə. Yoldaşı gəlir evə və xanım soruşur, nə oldu, öyrəndin sirlərini? Dedi, hə, onların ikisi də həmişə günahkar olurlar. Ancaq biz həmişə düzgün olmağa çalışırıq. Ona görə də bizim evimizdə bu dava-dalaş olur. Yəni ki, həmişə çalışın ki, bir-birinizə sözünü eşidəsiniz və çalışın ki, bax, o ailə kimi öz günahınızı boynunuza alasınız. Çox sağ olun diqqətinizə görə.